Salam, sabahınız xeyir. Kanalımın dəyərli izləyiciləri. Bugün sizlərə 12 yanvar üçün büstlərin ümumi proqnozunu verəcəm. Videoyu keçməzdən öncə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İndi isə keçək videomuza. Qoç bürcü, enerjiniz yüksək olacaq. Yeni təşəbbüslər üçün əlverişli gündür, amma tələskən qərarlardan qaçın. Ünsiyyətdə daha səbirli olun. Bu sizin işlərinizi qaydasına qoyacaq. Boğa bürcü, maddi məsələlər ön planda ola bilər. Xərcləri planlamaq və gələcək üçün düşünmək üçün yaxşı gündür. Duyğusal sabitlik sizi gücləndirəcək. Keçmişdən biri ağlınıza gələcək. Əkizlər bürcü, danışıqlar və görüşlər üçün uğurlu gündür. Fikirlərinizi rahat ifadə edəcəksiniz. Köhnə bir məsələ yenidən gündəmə gələ bilər. Xərçəng bürcü, daxili hissləriniz güclənir. Ailəvi və evlə bağlı mövzular önəm qazanır. Özünüzə vaxt ayırmaq ruh halınızı yaxşılaşdıracaq. Şir bürcü, diqqət mərkəzində ola bilərsiniz. Liderlik qabiliyyətiniz önə çıxır, ancaq eqonu nəzarətdə saxlamaq vacibdir. Qız bürcü, detallara diqqət etdiyiniz bir gündür. İş və gündəlik planlarda səmərəlilik artacaq. Sağlamlığınıza da diqqət yetirin. Tərəzi bürcü, münasibətlər ön plandadır. Harmoniya yaratmaq istəyiniz artacaq. Açıq və səmimi söhbətlər faydalı olacaq. Əqrəb bürcü, dərin düşüncələr və vacib qərarlar gündəmdədir. İntuisiya sizə düzgün yolu göstərəcək. Gizli qalan mövzular aydınlaşa bilər. Oxatan bürcü, yeni ideyalar və planlar üçün əlverişli gündür. Optimist ruh halınız ətrafınızdaşıları da ruhlandıra bilər. Oğlaq bürcü, məsuliyyət və iş mövzuları ön plandadır. Zəhmətinizin qarşılığını görməyə başlaya bilərsiniz. Səbirli olun. Dolça bürcü, yeni işlərə açıq olacaqsınız. Fərqli yanaşmalarınız diqqət çəkə bilər. Dostlarla ünsiyyət sizə müsbət təsir edəcək. Balıqlar bürcü, həssas və yaradıcı enerjilər güclənir. Duyğularınızı ifadə etmək üçün yaxşı gündür. İstirahətə ehtiyacınız ola bilər. Videomuzu bura qədər izlədinizsə, əzizlərim, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.